Biz nəyə fikir verməliyik 14-cü sualda? Baxın, gəlin tangensin yerinə, ben tangensi siləcəm və deyirəm ki, tangensin yerinə yazaq sinus böl kosinus. Kotangensin də yerinə bunun tərsi. Bunun yerinə yazıram sinus böl kosinus, bunun da yerinə yazıram kosinus böl sinus. Bu zaman biz nə alacağıq? Bu zaman biz alırıq ki, ifadədə nəyə bərabərdir? Deyirik ki, integral qalsın qıraqda. Baxın, 1 bölünsün. Məxrəclərini ortaqlaşdırsam nə olur? Kosinus vur sinus olur. Bu zaman sinus kvadratı alfa üstəgə, kosinus kvadratı alfaya dx nəsə. Belə bir şey yaranır. Dx. Buradan baxırıq, sinus kvadratla kosinus kvadratı bizə 1 verəcək. 1 bölünsün 1 böl, sinus vur kosinus. Bu da məxrəci vurma deyə sürətə keçir axı. Deməli, nə yarandı? İntegral pi böl 4-dən a-ya sinus x, kosinus x dx bərabərdir 8-də 1. Bura kimi gəldik. İndi uşaqlar bir şey fikir verin. Baxın, yaxından baxaq. Bu düsturun tamamlanması üçün, yəni biraz daha sadələşməsi üçün 2-yə vurmaq lazımdırmı? O zaman mən 2-yə vururam, 2-yə də böldüm. Yəni qabağa 2-də 1 yazdım. İfadə nə formatına düşdü? 2-də 1 integral pi böl 4-dən a-ya sinus 2x dx bərabərdir 8-də 1-ə. İndi baxın bir şeyə. Bu integralın çevrilə bilməsi üçün burada 2x varsa, burada da 2x olmalıdır. İndi mən bura 2-ni əlavə edirəmsə, vururamsa, o zaman nə edəcəm? Yenə 2-yə vururamsa, 2-yə də bölürəm qabağı. Yəni belə bir ixtiyarımız var. Nə yarandı? 4-də 1 integral pi böl 4-dən a-ya sinus 2x d2x bərabərdir 8-də 1-ə. İndi bu 4-də 1 ilə 8-də 1 ixtisar gedəndə qalacaq 2-də 1. Və burada da 2x eynidirsə artıq çevrilə bilər. Sinus 2x integralı nəyə bərabərdir? Mənfi kosinus 2x-a. Bir dəfə 45 dərəcəni qoyasıq, bir dəfə də a-nı. Bərabərdir 2-də 1-ə. İndi 45-i qoysaq nə olur? Mənfi kosinus 2 vur 45 çıx. Qabaqdan mənfi təsir edir, üstəgəl olur. Kosinus 2a bərabərdir 2-də 1-ə. Kosinus 2-ni 45-ə vuranda 90, kosinus da 90-da 0 alır. Geridə nə qalır? Kosinus 2a bərabərdir 2-də 1-ə. Kosinus bəs 2-də 1-i harda alır? 60 dərəcədə. Yəni bura 60 olmalıdır. A da buradan bərabər olmalıdır 30 dərəcəyə. Yəni pi böl 6-ya. Cavab olacaq A variantı. İndi